Təbib Sabirabadda bayram günlərində 2 döl və 1 körpənin tələf olması ilə bağlı məlumat yayıb. Təbibdən verilən məlumata görə Sabirabad rayon mərkəzi xəstəxanasının nəzdində olan perinatal mərkəzə martın 23-də saat 1:20 radələrində 20 yaşlı 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3000 qram ölü döl xaric olunub. Növbəti gün isə 37 yaşlı 28-29 həftəlik hamilə saat 1:50 radələrində uşaqlıqda 2 dəfə çapıq, ağır dərəcəli preklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Keysəriyyə kəsiyi əməliyyatı ilə 820 qram çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal az çəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq ölüm faktı qeydə alınıb. Digər hospitalizasiya olunan 39-40 həftəlik hamilə, 19 yaşlı şəxsdə isə doğuşun birinci dövrü baş gəlişi rezus faktor mənfi ölü döl diaqnozları təyin olunub. Qeyd edək ki, hər üç zahanın müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilib. Hazırda vəziyyətləri stabildir.